Salam aleykum gözəl xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş gördük sizləri. Necəsiniz? Yağışlı, çiskinli bir axşamda sizləri salamlayıram xanımlar. Bugün ayın 25-idir. Saat 21:42 dəqiqədir. Ona artıq 43 dəqiqədir. Ona deməli 17 dəqiqə qalır. İnşallah ki, yüklənər, videomu izləyərsiniz. Necəsiz, neyinirsiniz xanımlar? Videonun əvvəlində də gördünüz. Deməli, gündüz işlərim var idi, onu gördüm, montajlarım var idi, onu etdim. Instagramda reklamım var idi, onu çəkdim. Gecikdim. Pudingi gec bişirdim, elə bugün bişirmişəm. Elə videoda nə görürsünüz, bugün etmişəm. Pudingi gec bişirdim, yağış yağdı. Həyətdə çəkmək istəyirdim. Niyə xanımlar? Çünki güllər çox gözəl açıblar. Ona görə istədim güllərin yanında çəkim. Günay dedim, amma bəs yağış olacaq. Sən dur, birinci istəyirsən pudingi elə ki, çək ki, sonra montajı yeni davam elə. Dedim, yox, heç nə olmaz. Ona görə xanımlar, o cür yağış. Elə yağışı da çəkdim sizlər üçün. Yağış Allahın rəhmətidir. Allahın rəhməti hər birimizin üzərinə olsun. Duaların qəbul olunma, daha tez qəbul olma yollarından biri də hər zaman bunu qeyd edirəm, deyirəm, xatırladıram xanımlara, bilməyən xanımlara. Yəni dualarımızın tez qəbul olunma yollarından biri də yağış yağdığı zaman, yəni dua etməkdir, üzü qibləyə oturub dua etməkdir. Zikr etməkdir, səzzəyə getməkdir, hacət namazı qılmaqdır. Allah Taala hər birimizin ibadətlərini qəbul etsin. Allah Taala hər birimizə kömək olsun. Bu yağışlı havada evləri su içərisində olan insanlara belə deyək də, Allah Taala ekstra onlara köməyində olsun, köməklərinə, yollarını aydınlatsın. Belə xanımlar, bu demək səhər sübh namazına yaxın bunları mən təmizlədim, yudum, doğradım. Daha doğrusu təmizlədim. Xanımlar, çox çöplər olur. Deməli 5 dəstə üzr istəyirəm. Oğluma demişdim, alıb gətirmişdi. Deməli mən kəsirəm. Kəsəndən sonra yuyanda yenə çöplərini təmizləyirəm. Təmiz belə deyir, yarpaqlarını saxlayıram. Təsəvvür edin ki, indi videoda görəcəksiniz. O qutab üçün xəmir ki olur, 20 ədəddir, 16 ədəd alındı. Heç 4 ədədinə də çatmadı. Çatmadı. Bu indi yadından çıxıb oğlumun sabah alsın gətirsin, 4 dənəsi qalıb edərəm. Məlik yeyir, çox sevir. Nənəsi ona qurban. Videonun əvvəlində gördünüz də xanımlar. Onun əlbəkisə ələndədir də, mütləq verməliyik. Xanımlar, bunlar deməli sübh namazına yaxındır. Burada da sonda göstərəcəm. Hələ hava qaranlıqdır. Yağış da yağır. Belə elə işlərimi görürəm də. Yudum, doğradım. Amma yeməyi bugün etmişəm, günorta etmişəm. Pudingi ümumiyyətlə saat 5 idi, pudingi 4 idi. 5-ə doğru gedirdi. Bişirdiyim puding soydu, sonra onun üzərinə qoz doğradım, əlavə etdim. Yağış başladı yağmağa, dedim yox, çəkəcəm. Deməli xanımlar, tripodu qoymuşam. Belə deyək də, kameranı da ayarlamışam düz güllərin üzərinə. Orada pudingi sizə göstərəcəm. Amma yağış imkan vermir. Deməli, üzərini örtdüm. Kameranın üzərini örtdüm, dəsmalla, şpilka ilə də belə kesirtdim. Özümdə yağış tutmayan hissədə dayanmışam. Dedim ki, yox da Günay ayıma o gəlib. Dedim, yox, çəkəcəm. Arada sakitləşəndə çəkəcəm. Pudinglərin üzərini su tökülərək ona görə. Arada sakitləşən kimi tez çəkdim. Mən çəkən kimi xanımın heç 5 dəqiqə çəkmədi də. Elə çəkdim, həmən bir də başladı yağış. Elə ona görə elə də çəkdim. Mən pudinglər çəkəndən sonra bir də yağış güclənəndə mən çəkdim sizlər üçün. Məlik də gəlmək istəyir, maması da qoymur. Balkon qapısı açır, pilləkən istəyir çıxsın. Elə oradan səsi gəlir. Necəsiz, neyinirsiniz gözəl xanımlar? Çox sağ olun xanımlar. Dünənki videonun rəy bölməsini oxumuşam. Hələ cavablandırmamışam, inşallah cavablandıracam. Onu hər zaman qeyd edirəm. Niyə cavablandırmıram? Çünki bəzən
Yazdığınız rəylərə təşəkkür etmək istəyirəm. Bəzən elə rəy olur ki, ona cavab yazmaq lazım olur. Ona da vaxtım olmur. Sadəcə tez-tez rəyləri oxuyuram. Deyirəm, hə, rahat vaxtda hamısını cavablandıraram. Sadəcə like edib getmək istəmirəm də. Çox sağ olun hamınız. Yoldaşıma rəhmət oxumusunuz. Allah təala sizin də əzizlərinizə, dünyadan köçənlərinizə rəhmət etsin. Sağ olun. Allah sizlərdən razı olsun, gözəl xanımlar. Bir xanım yazmışdı ki, Naxçıvanlılar, unuttum hansı göyərtin adını yazmışdı ki, axı onunla edirlər qutabı. Gözəl xanımlar, indi bilmirəm, mən yəni böyüyüb, Bakıya gələnə qədər, yəni biz tərəfdə heç qutab olmayıb. Biz burada xanımlar göstərirəm, görürsünüz, hələ sübh namazın vaxtı olmayıb, mən artıq göyərtilərimi doğramışam hazırda. Rəhmətli anam elə idi. Qəribə baxırdıq ki, bu niyə belə eləyir? Ətdə çıxarmışam, buzu açılsın, elə 1 saat, 2 saat ancaq açılacaq. Sübh namazından sonra da səhər saat 10-11 başlayıram mən bişirməyə. Bu göyərtini də doğrayıram, yemək üzərinə əlavə edəcəm. Deməli, keçən videoda həmin xanıma qayıdacam rəyinə. Bir xanım bilmirəm, bu son dünənki səhv etmirəmsə, videonun rəy bölməsində yazmışdı ki, bütün, nə bilim, 1 manatlıq mağazalarda satırlar, bütün mağazalarda satırlar, üzərinə keçirmək üçün ondan alın. Mən heç bilmədim nə cavab verim, çünki o videomda elə bir, yəni ona uyğun bir nəsə göstərməmişdim. Xanım niyə elə yazmışdı bilmirəm. Bəzən xanımlar çaşırlar, başqa bir videoma rəy yazmaq istəyirlər, başqa bir videoma yazırlar. Ona görə elə bunu belə istifadə etmişkən, həmin xanım məni izləyirsə, buradan salamlayıram, almışam, məndə də var. İstifadə edirəm. Üstünü də örtürəm ki, istər-istəməz də yeriyirik, hərəkət edirik. Hələ bir dəqiqə bu bişirmirəm ki, o dedim ki, qoy toz falan olmasın da istər-istəməz. Həmin xanıma demək istəyirəm ki, yəni biz tərəfdə qutab olmayıb. Da indi müasir olub, hamı da texnoloji əsrində yaşayırıq da, nə bilim, kompüter, hamının əlində, dünyanın o başında nə var, cəmaət baxır, hazırlayır. Amma mən, yəni böyüyənə qədər, Bakıya gələnə qədər biz tərəfdə qutab olmayıb, gözəl xanımlar. Biz tərəfdə kətə olub. İndi bilmirəm, indi onu edirlər, etmirlər. Biz tərəfdə xanımlar, deməli, bir kisə 50 kilo olurdu da, onu səhv etmirəmsə. Onu biz deyirdik, təndirə çörək yapmaq, elə deyirdik. Onu rəhmətli anam yoğururdu, xəmirini. Da neçə bacım var idi da, hamısı açırdılar. Bacımın biri təndirə yapırdı, anam yapırdı da növbə ilə. Səhərdən başlayırlar, günortadan sonraya qədər ancaq bitirirdilər. Yəni o bir ay səhv etmirəmsə bizi görürdü. Ya nə qədər görürdü onu deyə bilmərəm. Onu unutmuşam. Çünki çox idik, biz çox uşaq idik. O zaman, məsəl üçün, biz tərəfdə Naxçıvanlar məni izləyirsə, quşəbbəyi, bilmirəm, dəqiq adı nədir, biz tərəfdə ona quşəbbəyi deyirdilər. Ondan gedirdik, yığırdıq, ancaq ondan edirdik kətə. Onun da xəmiri qalın olurdu, xanımlar. Haradasa bu pide edirlər, türklər, o pide kimi, o qalınlıqda. Bu arada xanımlar, yeməklərimi hələ də qışlıq hazırladığım pomidorlardan istifadə edirəm. Çünki qalıb niyə istifadə edeyim də. Görürsünüz, qabığını da soymuşam, amma balaca pomidorları edirəm də. Düzdür, bəzi yeməkləri elə doğrayıram, əlavə edirəm, amma məsələn, kotletin falan yanında belə bütöv qoyuruq. Xanımlar, demək, onunla edirdilər kətə. Onu da çörək kimi təndirin divarına yapmaq deyirlər də bizdə. Təndirin divarına yapırlar və onu isti-isti götürəndə başından biraz belə o dönərin başından dönər satan yerdə alırlar, başını belə necə kəsirlər. Onu belə kəsirdi anam, belə çay qaşığı ilə, böyük qaşığı ilə yağı belə onun içərisinə əridilmiş yağ. Çərək yağını belə onun içərisinə belə deyir, əlavə edirdi. O da qaynar idi deyə, əriyirdi, bütün içinə gedirdi yağ. Və biz onu yiyirdik, çox ləzzətli olurdu. Yəni kətə, biz tərəfdə kətə olub. O da quşəbbəyi, o göyərtin adı elə idi. Yəni, belə, yəni biz tərəfdə heç, belə deyək, qutab olmuyor, bax, hələ hansısa göyərtidən olsun. Belə gözəl xanımlar. Bir də ki, mən demişdim sizə, bugün edəcəm, o Naxçıvan çöçəsi, onu da etmədim, yəqin ki, sabah edərəm.
Uşaqlar puding istədi, dedim hamısı bir-birinə qarışmasın da. Xanım yazmışdı keçən videomda, dünənki videoda, deməli lobyanı bişirdim, qaragöz lobyanı maşınla çəkdim, soğanı da çəkdim, hazır qoymuşam. Xanım dedi ki, bəs biz qozdan edirik. Xanımlar, Naxçıvanın özü, şəhərin özündə olanlar qozdan edirlər. Amma biz Şərurdanıq deyə Naxçıvanın Şərur rayonu. Biz tərəfdə qaragöz lobya ilə ediblər hər zaman və biz bunu sevirik. Yəni qozdan sevmirik. Belə. Yəni hər kəsin damaq dadı var, ağız dadı var da. Məsələn mən özüm Naxçıvanlı olmağıma baxmayaraq biz tərəfdə məsələn uma çalıb edirlər və onu çox qızardırlar. Məsələn mənim damaq dadıma uyğun deyil o. Məsələn mənim damaq dadıma belə deyək də baldızlarım. Mən bildiyim qədər Bakılılar elə edirdi. Yəni mən elə görmüşəm. Gəlmişəm da yəni baldızlarımda elə görmüşəm, rəngi açıq götürürlər və tər halvada, yəni un halvası umac etmədən. Məsələn, o mənim damaq dadıma çox uyub. Ona görə məsəl üçün indi durum deyim ki, yox, mütləq anam bişirdiyini bəyənim. Yəni elə egoist insan deyil amma məsələn mən baldızlarım bişirdiyini daha çox bəyənmişəm. Damaq dadıma uyğun olduğu üçün. Xanımlar, burada da ikinci oğlum üçün quz ətindən rəhmət yanım demişəm, iki tikə ayırıram, 10 payını alıram, bölürəm də iki tikə. Elə bişirirəm də onun üçün də. O deməli pomidorla istəmir, dedi mənə sarı köşklə et, mən də sarı köşklə etdim. Belə. Allahın verdiyindən göz haqqınızda halal edin, gözəl xanımlar. Belə. Artıq görürsünüz işıqdır. Hava açılıb. Mən indi başlayıram yeməkləri bişirdim, bitirdim. Saat 12-də artıq yeməklərim hazırdır, başlayıram qutab etməyə. Amma halbuki qutabı hava hələ qaranlıq idi. Sübh namazı olmamışdı, doğramışdım. Belə. Pendirlə etmədim bu dəfə. Uşaqlar dedi pendir. Xanımlar görürsünüz artıq da yəni. Yeməklərim də bişib, saat 12-dir. Mən göyərtini çox qoyuram. İndi çox qoysam da elə həmişə 4 dəstə deyirdim. Uşaqlar alırdılar, görürdü. İndi bu dəfə dedim, hələ biraz da görəsə ki, bol olsun göyərtisi. Pendir də əlavə etməyəcəm. 5 dəstə dedim, görmədi. Yəqin çöp hissəsi çox uymuş da, təmizləmişəm. Xanımlar, burada Məlkin səsini görün. Nənəsi ona qurban. Onun şakıltısını eşidirsiniz. Sobanın altında dolaba açır, elə götürür. Açır, götürür, hayla, həşirlə. İki dənə tavada eləyirəm, xanımlar. O qədimi tavalardan. Verin. Burada Məlkin səsini eşidirsiniz yəqin. Nənəsi ona qurban. İnşallah xanımlar bir dənə sac alacam özüm üçün. Saz da edəcəm. Bu qədimi tavalar, qara tavadı ilə məşhur olan tavalar, təbii ki biz istifadə edirik. İçərisi yanır, içərisi saralır, qaralır. Vaxtım varsa hər dəfə onu sürtürəm. Məsələn, elə belə sürtəndə də getmir axı. Vaxtım yoxdur, 2 dəfə, 3 dəfə istifadə edirəm. Yəni qoymuram da, o qaralmaq özdə başqa şeydir, çişdən qazmaq, bağlamaq başqa şeydir. Belə, Məlik yeyir, nənəsi ona qurban. Qatıqını da tökmüşəm. Birini yedi, birini də yatdı, durdu, yedi. Burada elə gün ortadı, hələ heç yatmayıb Məlik. Nənəsi ona qurban. Günay da bəyəndi. Nuşicanla yedirlər. Günay da isti-isti sevir. Nə bişirirəmsə, isti-isti yeyir. Belə gözəl xanımlar.
Bu arada xanımlar, mənim uşaqlarım sevmirlər. Görürsüz, çox belə qızartmıram. Sumaq niyə vurursun? Sumağı mən burada yemirəm ki, ətlə yeyirəm. Qarnını da ondan. Göz haqqınızı halal edin xanımlar. Bunları mən aparıram yeməyə. Üzr yağlayıram xanımlar. Mən sumaqla yeyirəm. Günay deyirəm, niyə sumaqla yemirsən? Çünki görürəm, Günay deyir, yox, mən ətlə, iç qutabının sumaqla yeyirəm. Biz qatıqla yeyirik, yəni qatıqsız yemirik. Mütləq qatıq olmalıdır. Xanımlar, göz haqqınızı halal edin. Puding də pişirdim uşaqlarım üçün. Gəldim, çəkdiyim videoları montaj etdim. Dedim, puding tez hazır olur da, edərəm. O da düşdüm yağışı. Xanımlar, nəyə göstərirəm? Pudingin qramına görə biz süd əlavə edirik. Görürsünüz, üzərində yazılıb. 500 ml süd, 2 stəkanda. Bu xursa stəkanlar 250 ml-dir. 250 ml tutur. Məsələn, un 140 qram tutur, həmən bu stəkan. Şəkər tozu 200 qram. Amma süd, mayi halında olan süddür, sudur. Bunlar 250 ml. 2 stəkan əlavə edirik. Amma keçən dəfə mən etdim bananlı, onda 3 stəkan əlavə etdim. Çünki üzərində də yazılır ki, 750 ml. Niyə? Çünki 10 qram 125 qram idi, bu 104 qramdır. Qramına görə də yəni süd əlavə edirik. Yaxşı-yaxşı belə qarışdırıram xanımlar, açılır. Sonra qoyuram asta ateşdə, bişən, qaynayana qədər. Qaynayanda da lap alıram az ateşdə 1-2 dəqiqə pık-pık edir, götürürəm, qablara əlavə edirəm. Mən bu qablara, bu ürək formada olan qablara əlavə edirəm. Bunlar balacadır. Məsələn, digər şüşə qablar var. Onları etsəm 6 dənə olmur. Biz də 6 nəfərik deyə az da olsa deyirəm çatsın da hamıya. Düzdür, mən sevmirəm, kakaolu sevmirəm. Axırda bunlara da qorxdum ki, belə çox əlavə edərəm birinə, o birilərə çatmaz. Axırda artıq qaldı, digər bir qaba, indi görəcəksiniz, əlavə etdim. Əslində onu bunların üzərinə edə bilərdim. Bu 2 stəkan südlə hazırladığımdan, yəni 6 dənə bu qab yaxşı çıxır. Biraz dolu etmədim də. Niyə? İndi bilir də xanımlar. Çünki pudingi bir dəfə mən əlavə etməlisən qaba. Çünki sonra üzərindən əlavə etsən, sonra götürüb o biri etmək olmur. Çünki bərkiyir, belə deyək də, palçıq kimi olur. Sonra üstün hamarlığı itir. Bir dəfə mən elə elədim, birindən o birinə götürdüm çoxdan. Elə bil ki, üstü tünd rəngdir. Belə qaşığı vurub götürsək, altı elə bil ki, açıq rəngdir. Qarışır bir-birinə. Ona görə elə bir dəfəyə qaba nə əlavə etdiysə odur. Həmən üzü qaymaq bağlayır. Bu arada mənim uşaqlarım belə hazır olanları sevdikləri üçün mən heç özüm edirəm, özüm də edirəm, amma elə sevmirlər. Deyirlər, hazır olanlar yaxşıdır. Çox doldurmadım ki, biraz ki, çatmaz, sonra da götürə bilməyəcəm də. Fikrimi hər halda izah eləyə bildim. Həmən bərşir, həmən palçıq kimi olur. Belə əlavə edən də üzün yaxından göstərəcəm də düppədiz olur, hamar olur, səliqəli olur. Amma mən təzədən üzərinə əlavə etsəm, elə bir yamaq kimi görünəcək, yəni qəşəng olmayacaq. Ona görə digər o şüşə qabdakı əslində bunların üstünə getməli idi. Biraz artıq əlavə etsəydim. Belə xanımlar, şokoladda hazırlayanda üzərinə qablar da ağdı deyə, həm də elə şokoladlı deyə üzərinə kakos da əlavə edəndə çox gözəl görünür. Amma mən elə qoz əlavə etdim. Pilka şokolad yox idi deyə uşaqlarım sevir. Qoz, üzərindən də pilka şokolad. Həm görüntü qəşəng olur, həm də sevirlər. Da pilka şokolad yox idi deyə etmədim, amma qoz etdim. Sizlər də hazırlayın, övladlarınız nuşicanla yesinlər. Gözəyarı da edirəm qozu, elə gördü. Həmişə edirəm deyə. Belə kamera ilə
fikir qalır kamerada, ay əlim qarşısını kəsməsin falan. Biraz görürsüz belə səliqəsiz üzərinə əlavə olunur. Amma kamera olmasa daha səliqəli əlimizlə, məsələn əlimlə əlavə edirəm, azal daha səliqəli olur. Deməli artıq onu yeyib xanımlar. Da mən keçmişəm otağıma bilmirəm kim yeyib, kim qalıb, amma Məli onu yedi. Heç mən çəkməmişdən yemişdi. Nənəsi ona qurban. Şüşə qabdakını. Belə gözəl xanımlar, hər birinizi öpürəm. Allah amanında qalın, Allaha əmanət olun. Gedirəm həyata çəkməyə. Həyatda da yağışı gözləyirəm. Kəsən kimi çəkirəm. Elə mən çəkən kimi də yenə başlayır yağış. Mən çəkəndən sonra bir də sizin üçün belə çəkmişəm. Öpürəm gözəl xanımlar. Hələlik.